Açılan hər səhər doğan yeni bir ümiddir. Bugün Allah deyir. İman etmək çətin olduğu anlar ən çox imanda möhkəmlənmək üçün verilən fürsətlərdir. Qaranlıq nə qədər güclü olarsa, işıq o qədər çox lazım olar. Mən sənin imanına görə həyatına daxil oluram. Mənim gücüm böyükdür, mən qüdrətliyəm. Amma həyatına buraxmasan, mən sənin həyatında heç bir şey edə bilməyəcəyəm. Mənim işim səni utandırmaq yox, səni rüsvay olmaqdan qurtarıb öz yanıma gətirməkdir. Mənə iman edənin utandırılmayacağını bilməyini istəyirəm. Mənə bax ki, üzün nur saçsın, əsla qızarmasın. Çünki mən utandırılmaq üçün deyil, xilas etmək üçün çağırıram. Bugün səni səsləyirəm. İndi olduğun vəziyyətdə mənə iman et. Əsla utanmayacaqsan. Bəli, sevimlim. Bu kiçik məktub bugün Rəbbin sənə sevgisini çatdırmaq üçün verilən bir fürsətdir. İman et ki, Rəbbin adı sənin müdafiən, onun əlləri sipərin, sədaqəti qalxanın olsun.